Hətta birinci sualın cavabını indi verirəm. Baxın, xanım, görün nələr yazıb burada bizim bir postumuzun altına. Və bu xanıma demək istəyirəm ki, əziz və dəyərli, gözəl xanımımız, siz bunu bilin ki, ümumiyyətlə həyatda hər şey müvəqqətidir. Heç nə daimi deyil. Hətta bizim özümüz belə bu həyatda müvəqqətiyik və siz bunu sadəcə düşünə bilərsiniz ki, məsələn, sizin anadan olandan sonra dişləriniz görürsüz olur, ondan sonra tökülür, sonra yenisi gəlir, onlar da tökülür. Qaşlarınız, onlar da daimi deyil, onlar da müəyyən qədər formasını dəyişir, eyni zamanda müəyyən qədər tükləri tökülür və dəyişirilir. Eyni zamanda üz ovalınız, eyni zamanda saçlarınız, eyni zamanda bədən figuranız, yəni hər bir şeyiniz müvəqqətidir. Və təbii ki də bizim elədiyimiz prosedurlar daim ola bilməz və mən təəssüflər olsun ki, sizə oturub onun necə biokimyəvi proseslər gedir və necə orada işləm gedir ki, hüceyrələr yenilənir, onları mən sizə izah edə bilmirəm, çünki siz həkim deyilsiniz. Amma mən də əlimdən gələn budur ki, belə bir şəkildə sizə izah edirəm. Təbii ki də bu prosedurlar bir dəfə eləyirik və bir neçə dəfə sonradan da tətbiq elətdirməliyik. Hər bir prosedurun özünə məxsus zamanı, vaxtı var və mən də əlimdən gələni edirəm ki, sizə burada izah eləyim, postlar paylaşıram, məlumatlar verirəm. Ona görə yəqin ki, siz məni başa düşərsiniz, amma bunu bilin ki, nə deyirəmsə sizin xeyrinizədir və mükəmməl prosedurlar eləyirik. Müvəqqəti də olsa çox gözəl nəticələr verir. Müvəqqəti olmasın deyə zamanı zamanında gəlin yanımıza və gözəl nəticələr alın.